dostlar, mən Dünisa. Bugün sizlərlə birlikdə bir vlog çəkirəm. Rəna ilə görüşməyə gedirik. Bilməyənləriniz üçün Rəna mənim yaxın dostumdur. Uşaqlar, Rənanın bundan 4 gün əvvəl ad günü idi. Və mən həmin axşam saat 00-da mesaj yazanda 12 saat sonra gec yazmışam. Rəna bunun üçün mənə trip atırdı və bugün də çox ani bir qərar oldu. Səhər oyandım, yazdı ki, məqə görüşək. Məşqə getməmişəm. Mən tamam, okey. Və hədiyyəm də yarımçıq qaldı. Uşaqlar, Rəna gəldi. Nə? Milkshake. Xeyr, biz glamurka qızlarıq. Biz milkshake falan içmirik. Video çəkirəm bu arada, vlog çəkirəm. Səhərə gözümü Rəna ilə açmaq sevirəm də uşaqlar. Səhərə bax 12 saat birdir. Gün orta. Uşaqlar, dedilər ki, oyun oynaya bilirsiniz. Rəna ilə şahmat oynayacaq. Qoyun bura. Stolu qoyun. Yəni, ilk qədər qoyalım. Bir də onu oynamaq istəyirəm əslində mən. Amma Rəna dedi ki, mənasızdır. Kanka, belə bir şey var. Bu mənasızdır. Mən Monopoly oynamamışam heç. Rəna ilə şahmat tapdıq. Rəna, üskü danışayım da. Rəna, ay bir dəqiqə. Rəna, çox mənasız bir şeydir. Aşağılar, göstərin. Aşağılar, bu qaş şeydir. Qaş sabitləyicidir. Və başqa bir şey də almışam. Buradakı Rənaya çoxdan dediyim üzümə jeli. Bioderma. Prosto ki, o yoxlanış versiyası da tester kimi bir bu. Tester kimidir. Çünki aldım birdən bəlkə üzvə getməz deyə. Oyda. Uşaqlar, zakazlarımız gəldi. Rəna zöntürəm ki, mən üzümə belə bir çizgi fason bir şey zakaz vermişəm. Mən latte zakaz vermişəm, Rəna da moka zakaz verib. Və orada dedilər ki, şam verə bilərik sizə. Bizə dedi ki, ala. Rəna dedi, yox, nə edirəm? Amma şamı indi Rəna o gününü qeyd eləmək qoyuruq. 5 gün gec olsa da 12 saat gec təbrik olsun. Yanma, özün yandırır. İyi ki doğdun. Mənlə həyatımda qəşəng günlər arzulayıram sənə. Eşək qoydu qız. Tamam. Uşaqlar, indi Rəna ilə sağollaşdıq. Rəna öz evinə getdi. Mən də taksini gözləyirəm ki, öz evimə gedim. Saçımı kəsirəm mən. Əslində dünəndən planlayırdım. Saçımı kəsim falan. Amma dünən axşam planlayırdım. Gəldim mamaya dedim. Mamanı ikna ededim. Əslində mən burada çox qışqıra bilmirəm ki, səsim getməz o pis evlərə. Əslində mən saçımı keçən il ilk dəfə özümü kəsmişdim. Yox, onu uşaqlıqda kəsmişəm saçımı. Çolka kəsmişdim saçıma. Düz çox qısa kəsmişdim. Bir də mənim saçlarım buruqdu axı. Çolkalarım buradan dururdu. Neyse, bugün saçımı buruq kəsimi edirik. İlk dəfə edirəm. Saçım bilmirəm etməliyəm mi ya yox. Saçım başımdan aşağı 1 litre su tökdüm ki, saçım islansın, nəmli kəsim. Bəli. İndi TikTok'dan baxacağım videolara. Saçımı kəsməyə çalışacağım. İnşallah qəşəng alınar. Çünki mama dedi ki, cöməl kəs. Başqa bir dəfə. Bu arada saçımı özüm kəsməyə özüm xoşlayıram. Çünki it is memory, yəni ki, it is experience. Tamam, dönürsə, ingilis sənsin. Saçımı kəstirəm çünki
təcrübədir. Təcrübə. Bəli, öyrənim. Peki gəldiğinizdə salonçu olacağım. Gəl salonçu. Danışmaq istəyirəm. Gələcəkdə salonçu falan olmayacağım. Daraq. Yine daraq və qaçım. Və buruq kremim var. Əslində mən Urban'ınkini işlədirəm buruq kremi üçün. Amma saçım quruyacaq biraz zaman tez olmalı. Amma geçen dəfə marketin bütün hər yerinə baxdım. İnanırsınız? Belki de 15 dəqiqə marketin hər yerini gəlmişəm ki, buruq kremi axtarım Urban'ınki. Çünki o daha qəşəngdir. Amma tapamadım. Son çare olarak getdim belə bir şey aldım. Neyse ilk dəfə saçımı professional kəsilmirəm. Okay. Kravatı görməzdən gələndə xahiş edirəm. Saçımın kravatı həmişə kimsə səbəbsizdir. Benim kravatım yaxşı ki görsəm bir. Saçımı arxadan yığırmışam. Ve oradan kəsirmişəm birinci. Onun üstündə zırtı pırtı var. Hə, tamam kəsirəm Zəhra. Bu kadar bəs olar. Kəsirəm arkadaşlar. Zəhra bir getdi. Ay kəsirəm ya həqiqətən. Ay kəsdim. Ay kəsdim. Oldu. Tamam. Bunu hardan kəsirik? Bunu buradan kəsirik. Bunu buradan kəsirik Zəhra. Zəhra, Allah'a kəsən vaxtı sən ki çox oldu. Çok bilirsin. Saçımın yarısı yoktu. Yok. Genel olarak bunu işledim arkadaşlar. İşe böyle taşkın var burada. Bu arada dırnağım laklarını təzələməliyəm. Məncə dırnağım laklarını təzələyim. Ondan sonra buranı düzəldəcəm. Burası çox dağılıb. Otağım çox dağılıb. Çünki Türkiyədən gələndən bəri otağımı əl çəkməmişəm. Otağıma əl çəkməmişəm. Yəni ki, otağımın qayğısı. Və fırçalarım falan təmizlənməli deyə. Belə göstərir. Dırnağım biraz pis oldu ama. İndi başlayırıq fırçalarımızı yumağa. Çünki otağı düzəltməyə axtım olmadı. Onun için daha asan işə gəldim, işi eləməyə gəldim və bu təmdən aldığım 50 qəpiklik şey. Bunu mən böyük bilirdim. Mən bunu bir nə adıyla almışım. Mən bunu alanda gittim mağazaya, əlimi qoydum və aldım ki, qarniyerdi falan, makyaj təmizdən suydu. Eve geldim, pambuğa döktüm ama bu axmır. Suymuş bu. Baktım ki bir de su değilmiş. Baktım ki bir de bu geldi. Zaten ben bir yerden istedim. Bu da burada. Ama geldi. Ben bu özüme istifadə edə bilməzdim. Onun için ben bunu fırçalarımı yumağa falan istifadə edirəm. Ben ya, bu anamındır. Bu da anamındır. Bu öz pulundan almışım. Bu anamın olsa da oje mənimdir. Bu anam təsavvürə işlətdiyimi bilmir. Süngər, bu mənim süngərimdir. Amma bu da anamındır. Amma mənimdir. Mən işlədirəm. Bəli. Başlayırıq bir fırçalar falan yumağa. Bu zırtı pırtı siz keçsiniz, görməsiz dolar. Deməli, uşaqlar, fırçaları yudum. Bu bəyəki Zəhraya sizə göstərdiyim şey. Bu arada bunun üçün görsəmir bəlkə kamerada tırtıqlar falan var, fırçanın sürtüsü falan. Və anamın fırçaları. Belə, bu əslində ağ imiş arkadaşlar. Bunları qoyacağım günün qabağına qurusun. Nə tərdə sevirəm. Nə tərdə gözəl görsənir canım aşkım. Bizim də xalamla da həmkin danışanda mən gittim ona dedim ki, mən şu Alman dilində danışa bilirəm. Bu danışa bilmirəm yəni. Sonra xalam gəldi şeylədi ki, hə nə tər öyrənmişsiniz falan. Mən dedim ki, özüm öyrənmişəm. Bu arada kursa falan getmirəm. Demişəm bəlkə falan. Nəysə, özüm öyrənmişəm zaten. Ondan sonra dayım gəldi mənə biraz zılaq elədi. Mən orada demişdim ki, ürəyim istəyəndə öyrənirəm falan. Axırıncı dəfə bəlkə də 2 ay əvvəl Alman dili öyrənmək cəhd eləmişəm. Sonra dayım gəldi ki, özünün narkotikaya falan salmam. Ondan sonra bugün qaza gəldim. Bir dedim ki, videoda çəkirəm. Artist deyim, Alman dili öyrənim. Onun üçün bu dəqiqə Alman dili oxuyuruq. Mən oxuyuram. O yüzden ben bir kitabı almıştım.
Kitabı təzə-təzə qutarıram və nəsə də normal kitabdır bu arada. Mən kömək oldu həqiqətən. Nə mənə də kömək oldu. Yəni bəzi qaydaları buradan tam tuta bildim. Məsələn mən bu kanalı kəşf edə bilməmişdim. Bu da mənim dəftərimdir. Harry Potter'lı bir dəftərdir. Əslində qardaşım idi. Qardaşımdan idi. Mamamdan soruşdum ki, "Ayda bunu alım." Mama dedi, "Yox." Sonra bir kilo dəftər yox. Və şu an dəftər məndədir. Belə. İlk səhifələr gördüyünüz kimi rənglidir. Təbii ki də ondan sonraki səhifələr belə maraqsız başlı. Burada sözlər var. Bu sözləri ayırmışam. Neyse bu qədər. İndi biraz baxacağam, oxuyacağam. Nəsə baxacağam, təzə qayda öyrənməyə çalışacağam. Bu kitabda bir-iki dənə qayda qalıb. Onlara baxacağam. Mənim üçün söz lazımdır. Guys, Alman oxuyarkən yoruldum. Bir də mövzu təkrarlamışam cəmi. Və mövzu qarşıdırdığım mövzuydu. Və hələ də qarşıdırıram. Çünki mövzu artikellərlə əlaqəli bir mövzudur. Və bunun üçün də qarşıdırıram. Şəxsən mən Alman dilindəki artikelləri öyrənmirəm. Çünki daim ki məsələn mənə deyirdi ki, burada heç kim ona fikir falan vermir. Onun üçün artikellər haqqında bir məlumatı falan yoxdur. Amma bəzi mövzularda cümlə qurarkən həmin artikellərin düzgün istifadəsi lazım olduğu üçün çəşib qalıram. Və bu mövzuda elə bir mövzudur cümlə qurarkən. Onun üçün üçüncü dəfədə həmin mövzunu təkrarlayıram. Neyse, inşallah düzelir ya arkadaşlar. Zaten yavaş bile özümü çok gücü salmıyorum. Ümit ederim ki vlogu beğenmişsiniz. Oy lava. Danışa bilmirəm də görürsən. Ay. Öf, mən danışmağı öyrənmək kursuna yazılmaq istəyirəm. Elvida arkadaşlar, elvida. Neydi? Mektep ile